Hər vaxtınız xeyir olsun. Şifrəli əməllər ikinci hissənin izahına baxırıq. İkinci hissədə vurma və bölmə ilə bağlı olan test tapşırıqları mövcuddur. Vurmada və bölmədə nə etməliyik? Onlara aid konkret sual nümunələri üzərində göstərək. Vurmada ilk öncə nə etməliyik? İlk öncə vurmaya baxırıq. Vurmada biz adi bildiyimiz vurma, alt-alta vurma prinsipi ilə gedirik. Burada vurma zamanı 360 neçəsə, burada yazılan ədədi ilk öncə el ədədinə vururuq və nəticəsini birinci sətirdə yazırıq. 730. Yəni 360 neçəsəni elə vuranda nəticə bizə 730 verir. Daha sonra keçirəm artıq burada yazılan ədədi K ədədinə vurmağa və o K ədədinə vurmanın nəticəsi də burada yazılmış olur. Ən sonda isə burada yazılanları toplayıram və sonra nəticə yazılır. Bu nəticə 360 neçəsə ədədinin KL ədədinə hasilinin nəticəsi hesab olunur. Burada da bizdə müəyyən ipuçları mövcuddur ki, həll edəndə nə etməliyik? İlk öncə qeyd etdiyimiz kimi vurmanı özümüz üçün səsləndirməliyik. Hansı ədədi hansına vuranda nəticə nə olur? Bəzən bizdə burada vurma kömək olur, bəzən toplama hissəsi kömək olur. Yəni, əsas ipucu verilən hissələrə baxmaq lazımdır. İndi baxırıq ki, 360 neçəsəni elə vuranda nəticə 730 olur. 360 neçəsə ədədini mən elə əgər 1 versəm, 1-ə vursam, nəticə yenə də 360 neçəsə olmuş olur. 3-ə vursam, artıq elin yerinə tutaq ki, 3 yazsam, o min neçəyəsə qalxır. Deməli, 730 olması üçün elin yerinə mən hökmən 2 yazmalıyam. Gətirib elin yerinə 2 yazandan sonra bu ədədi, burada yazılan ədədi 2-yə vurduqda nəticə 730 edir. Mən geri qayıdıb həmin vurduğum ədədi tapmaq üçün 730-u 2-yə bölməliyəm. 730-u da 2-yə böləndə nəticəsi olur 365. Deməli, K-nın yerinə yazılmalıdır 5 ədədi. K-nın yerinə 5 yazandan sonra harda K görürüksə gətirib yerinə 5 yazırıq. Artıq burada fərqli hərflər, fərqli rəqəmləri, eyni hərflər, eyni rəqəmləri ifadə edir. Kodlaşmada olduğu kimi, şifrələrdə olduğu kimi. Baxıram ki, 3 ilə 5-cəm artıq toplama hissəsindən keçirəm nəticəni almağa. 3 ilə 5-in cəmi bizə verir 8. 8-i yazaram bura, M-in qiyməti 8, elə 2, K-ya da 5 tapmış olduq ki, bizdən də bunun cavabını soruşurdu. Cavab olur 15. Yenə də davam etdirib buradan zaten biz eli tapmışıq. 365-i 5-ə vuranda nəticəsi nə edəcək? 5, 2 yadda 15, 3 də yadda 18. 1825 etmiş olur. 8 də gəlir, bura düşür. Orada yazılan nöqtələr, ümumiyyətlə burada yazılan nöqtələr həmin yerdə rəqəmin dayandığını göstərir. Nöqtələrin hər biri bir rəqəmi əvəz edir. Ola bilər ki, o rəqəmlər eyni rəqəmlər olsun. Ola da bilər ki, fərqli rəqəmlər olsun. Məsəl üçün, bu 7-ci sualda 3 dənə nöqtə yazılması o demək deyil ki, orada yazılan ədədlərin hamısı, rəqəmlərin hamısı eyni olmalıdır. Fərqli də ola bilər. Sadəcə o nöqtələr orada rəqəmlərin yazıldığını göstərir. Məsələn, baxaq 3-cü suala. 3-cü sualda baxıram ki, yenə də vurmanı özümüz üçün oxuyuruq. A, B6 ədədini B-yə vurub və nəticədə 650 B almış olur. 6-nı B-yə vurmuşam və sonu B ilə bitib. Bu şərti ödəyən 3 dənə ədəd var. 6-nı 2-yə vuraram, 12 ilə 12 olar. 6-nı 4-ə vuraram, 24 olar, 4 yazaram və 6-nı 8-ə vuraram, 48 olar. İkinci baxacağımız bir məqam nədir? Artıq A, B6 ədədini A-ya vuranda nəticə 978 edib. Baxıram ki, burada bir neçə versiya ola bilər. Amma toplamanın nəticəsinə baxsaq, artıq avtomatik şəkildə biz oradan A-nı tapa bilirik. Toplamada B aşağı düşüb B olub. 5 ilə 8-i toplayıram 13, 3 yazıram, 1 yadda, digərləri də artıq verilib. Deməli, A-nın yerinə yazılacaq olan ədəd nə imiş? 3 imiş. Gətirib A-nın yerinə 3 yazırıq. Oradan avtomatik B-ni də tapa bilirik. Çünki 300 neçəsə 6 ədədini 3-ə vuranda nəticəsi bizə nə verir? 978 verir. Və biz bu ədədi tapmaq üçün nə etməliyik?
hasili vuruqlardan birinə bölməliyəm. 978-i bölməliyəm 3-ə. Nəticə də bizə verəcək 326. Deməli, B-nin də yerinə nə düşür? 2 düşür. B-nin yerinə 2 düşəndən sonra gətirib burada 2 yazırıq. A-nın qiyməti oldu 3, B-nin qiyməti oldu 2. Bizdən də bunların cəmini soruşur. Cəm də bərabər olur 5-ə. Doğru cavab olur 5. Daha sonra baxa bilərik, məsələn, 7-ci suala. 7-ci sualda burada nöqtələr verilib. O nöqtələrin hər biri qeyd etdik ki, müəyyən bir ədədləri ifadə edir, rəqəmi ifadə edir. Yenə də vurmanı ilk öncə özümüz üçün oxuyuruq. A, B, A ədədini B-yə vurub və nəticədə 3 rəqəmli bir ədəd alıb. Daha sonra ikinci baxıram. A, B, A ədədini A ədədinə vurub və nəticədə A, B, A alıb. Biz hansı bir ədədi nəyəsə vursaq ədədin özünü alarıq. İstənilən bir ədədi 1-ə vursaq ədədin özünü almış olarıq. Onda belə çıxır ki, burada A-nın qiyməti nə imiş? A-nın qiyməti 1 imiş. A-nın yerinə gətirib 1 yazandan sonra artıq biz bu nöqtələri tapmaq üçün başqa bir ipucumuz yoxdur vurma hissəsində. Amma toplama hissəsinə keçə bilərik. Buradakı nöqtə aşağıdakı heç nə yoxdur. Toplanıb və 6 yazılıb. Onda nöqtənin yerinə 6 düşür. Mən 1-i B-yə vurub 6 almışam. 1-i nəyə vursam 6 olar? Təbii ki, 6-ya. Onda B-lərin də yerinə 6 yazmaq lazımdır. Artıq hamısını tapmış olduq. Bizdən A və B cəmini soruşur. A olur 1, B olur 6. Bir də 6-nın cəmi bizə verir 7-ni. Doğru cavab olur 7, C variantı. Baxaq məsələn 8-ə. 8-ci sualda baxacağımız ipucu nədir? Biz birinci yenə də sualı özümüz üçün təhlil edirik, özümüz üçün oxuyuruq. KLK ədədini 7-yə vurmuşuq və nəticəni CBDK ədədi almışıq. Daha sonra KLK-nı A ədədinə vurmuşuq. Necə ki, vurmada 1-1 geridən əvvələ doğru vururuqsa, burada da eyni prinsipdir. KLK ədədini A ədədinə vuranda 5L5 ədədini almış oluruq. İndi biz vurmadan nəsə çıxara bilmirik. Keçirik toplama hissəsinə, bəlkə toplama hissəsi bizə kömək olar. İndi baxıram ki, K aşağı düşdü. D ilə 5-i toplayır və nəticəsini 7 alıb. Onda D-nin yerinə nə yaza bilərəm? D-nin yerinə yazmalıyam 2. D-nin yerinə 2-ni yazdım. B ilə L-i toplayır. Buradan 2 ilə 5-i topladı, yerinə 7 yazdı. B ilə L-i toplayır, nəticəyə L yazır. Hansı bir ədədlə ədədi toplayanda digər bir ədədin özüdür. Təbii ki, bu 0-dır. Əgər yuxarıda bu tərəfdən yadda qalmış olsaydı, o 9 olardı. Amma yadda yoxdur deyə, ora mən mütləq şəkildə 0 yazmalıyım. 0 yazandan sonra C-nin də yerinə gəlir, düşür 4. Artıq C-yə 4 yazmışamsa mən 4020 neçəsə olub. Və bu 4020 neçəsəni mən nədən almışam? KLK ədədini 7-yə vurmuşam və 4020 neçəsə almışam. Artıq burada K da bizə ipucu verir. Çünki K ədədini 5-ə vuranda K almışamsa, daha doğrusu 7-yə vuranda K almışamsa, 7-nin vurmasına nəzər yetirsək, 7-ni yalnız və yalnız 5-ə vursam, sonu 5 ilə bitər, yəni özü ilə bitər. 7-ni 2-yə vururam, 4 ilə bitir. 2-yə vurmuşam, amma 4 ilə bitir. 3-ə vurmuşam, amma 1 ilə bitir. 4-ə vururam, amma 8 ilə bitir. Yeganə 5-dir ki, 7-ni 5-ə vururam və nəticə 5 ilə bitir. K-nın da yerinə tapdıq 5. K-nın yerinə 5 tapandan sonra baxıram ki, 4025-i 7-yə böləndə bizə nəticə nə verir? 4025-i qayıdıb 7-yə bölsəm, K-ya 5 tapdıq. 27-yə bölsəm, nəticə bizə 565 vermiş olacaq. Bölək 4025-i 7-yə 5, 52 6 dəfə düşəcək. Daha doğrusu 7 dəfə düşəcək. 575. Elin də yerinə oldu 5. İndi mən baxıram ki, 575-i A ədədinə vurub və 575 alıb. Onda A-nın da yerinə nə olmalıdır? Mütləq şəkildə 1 olmalıdır. Artıq bütün hərflərin yerinə düşəcəyi rəqəmləri tapdıq. Yerinə qoyub hesablayırıq. A-nın yerinə 1, B-nin yerinə 0, C-nin yerinə
4, K-nın yerinə 5, elə 7 və D-yə isə aldıq. Neçə almışıq? 2. Bunları toplayıram. 5 bu tərəf eləyir, 14 də bu. 5 ilə 14-ün də hasili bizə verir 70. Doğru cavab olacaq 70. Növbəti baxaq, məsələn, 10-cu suala. 10-cu sualda yenə də ilk etməli olduğumuz vurmanı özümüz üçün səsləndirməkdir. KLK ədədini F ədədinə vurmuşam və nəticədə D3, DF ədədini almışam. Daha sonra keçirəm aşağıya. KLK ədədini D ədədinə vurmuşam və nəticəni KLK almışam. KLK-nı nəyə vursam nəticə KLK olar? Təbii ki, 1-ə. Onda D-nin yerinə yazılacaq ədəd olur 1. D-nin yerinə 1 yazandan sonra biz artıq başqa bir vurma hissəsində ipucumuz yoxdur. Keçirik toplama hissəsinə. F düşdü aşağı. 1 ilə K-nı toplayanda nəticə 7 verir. Onda K-nın yerinə biz hökmən 6 yazmalıyıq. K-nın yerinə 6 yazandan sonra 3 ilə L-i toplayıram. Nəticə 8 verir. 3 ilə L-i toplamışam. Nəticə 8 verib. Yadda qalan da yoxdursa L-in yerinə 5 düşür. Artıq 1 ilə də K-nı toplayanda K-nı tapmışdıq zaten 6. Gətirirəm yuxarıda KLK-nın yerinə 656 yazıram. 656 ədədini F ədədinə vuranda 1310 neçə sayıdır? F-in yerinə nə yaza bilərəm? Ancaq 2 yaza bilərəm ki, 656-nı 2-yə vuranda 1312 etmiş olsun. Bütün hərfləri artıq tapmış olduq. F-in yerinə yazırıq 2, L-in yerinə 5, K-nın yerinə 6, D-nin yerinə isə 1. 10 üstə gələk 6, nəticə bizə verir 16. Daha sonra baxa bilərik növbəti 12-ci suala. 12-ci sualda nə verib? Hər zaman olduğu kimi özümüz üçün vurmanı səsləndiririk. ABC ədədini KC ədədinə vurub və nəticədə bu ədədi alıb. Bir oxusaq, ABC-ni S-yə vurub və sonu S ilə bitib 1710 neçəsə. ABC ədədini K-ya vurub və nəticə olub B, 5B. İndi belə bir qaydamız var ki, bu daxildə məsəl üçün A, B, C ədədini məsəl üçün KC-yə vurmuşam. Sonu nə iləsə C ilə bitirsə, burada C-nin yerinə yaza biləcəyim qiymət 1-dir, 5-dir və 6-dır. Çünki 1-i 1-ə vuranda son 1 ilə bitir, 5-i 5-ə vuranda son 5 ilə bitir, 6-nı da həmçinin 6-ya vuranda sonu 6 ilə bitir. Bu səbəbdən də deyirik ki, C-nin yerinə yaza biləcəyim 1, 5 və 6 olur bu formada. İndi burada mən 1 yaza bilmirəm, çünki ABC-ni 1-ə vursam 3 rəqəmli ədəd olar. Burada 7 rəqəmli, 4 rəqəmli bir ədəd verilir. C-nin yerinə 5 yazsaq əgər, 5-i 5-ə vuranda olur 25. 5 yazıram 2 yadda. B-ni 5-ə vuranda bu ədəd ya 0 ilə bitməlidir, ya da 5 ilə. Burada bu ola bilərmi? 1 yazılsın. Amma bizdə 2 yadda qalır. Bura ya 7 olmalıdır, ya da 2. 1 ola bilməz. Çünki dediyimiz kimi B-ni 5-ə vuranda ədəd ya 5 ilə bitir, ya da 0 ilə bitir. 2 də yadda qalırsa, orada 0 plus 2 ya 2 yazılmalıydı, ya da 5 plus 2 7 yazılmalıydı. Deməli, burada yazılan ədəd 5 deyil, 6-dır. C-nin yerinə gətirib yazıram 6. C-nin yerinə 6 yazandan sonra burada da 6 olmuş olur. 1716-nı, baxın, AB6 ədədini mən 6-ya vurmuşam. AB6 ədədini vurmuşam 6-ya və nəticə olub 1716. Onda mən AB6 ədədini necə tapa bilərəm? 1716-nı bölməliyəm 6-ya. Bu da bizə verəcək 286. Artıq qiymətlərini aldıq. 286. 286-dır. Bu da 6-dırsa, bu 6. İndi düşürəm aşağıda B-nin yerinə 8, B-nin yerinə 8 yazıram. 286 ədədini K ədədinə vuranda 858 edir. K ədədi nə olmalıdır? 858-i bölürəm 286-ya, K-nın qiymətinə də düşür 3. K oldu 3. Artıq ABC ədədi bizdə nədir? 286-dır. K vur C-ni də soruşur. K-nın da yerinə 3 vur 6. 286 və 18 ədədlərini toplayıb nəticəni 304 almış olur. Cavab olur 304. Bu formada
Daha sonra növbəti baxa bilərik elə 13-ə. 13-də nöqtələr biraz çox görünür. Baxıram ki, ABC ədədini nə edirəm? D-yə vurmuşam və 3 nöqtələr almışam. Qeyd etdiyimiz kimi bu 3 nöqtələr fərqli rəqəmləri və ya eyni rəqəmləri ifadə edə bilər. Fərqi yoxdur. Yəni nöqtə qoyulması o demək deyil ki, onlar eynidirlər. ABC-ni 3-ə vurmuşam və burada yazmışam. ABC ədədini nöqtəyə vurmuşam və nəticədə 135 almışam. 135 elə bir ədəddir ki, yəni onu yalnızca 3 rəqəmli bir 135-i 1-ə vurmaqla ala bilərəm. Yəni 135 2-yə bölünən bir ədəd deyil. Zaten 2-yə bölsək belə 2 rəqəmli ədəd düşəcək. Yəni ona görə ABC-nin yerinə yazılacaq yeganə ədəd 135-dir və nöqtənin də yerində nə dayanır? 1 dayanır. İndi baxıram ki, 135-i 3-ə vuranda nəticəni nə almalıyam? 135-i 3-ə vurub mən nəticəni burada yazmalıyam. 5 3 15, 5 yazırıq. 1 yadda 9, 1 yadda 10, 0 yazırıq. 1 yadda 3, 1 yadda 4. 405-i yazdım bura. İndi gəlirəm bu hissəyə. Baxırıq ki, toplama hissəsindən biz nəticə çıxarmalıyıq. Biz bilmirik ki, 135-i D-yə vurub bu nöqtələri alıram. O nöqtələrin yerinə bir neçə ədəd yazmaq olar da. Ona görə düşüb aşağıdan təyin etməyə çalışırıq toplama hissəsinə. Buradakı nöqtə aşağı 5 düşübsə, nöqtənin yerinə 5 olur. 5 ilə bu nöqtə toplanıb nəticə 9 veribsə, nöqtənin yerinə olmalıdır mütləq 4. 5 nöqtə və 0 toplanıb nəticə bizə 4 veribsə, deməli bu 4 yox 14-dür də. Orada olmalıdır 9. Всё, nöqtələrin də yerinə tapdıq ki, 945 olur. Bəs 135 ədədini nəyə vursaq 945 olar? Orada D-nin yerinə yazılmalıdır 7. D-nin yerinə 7 yazandan sonra artıq ABC ədədini tapdıq 135. D-nin də yerinə yazdıq 7. Elə bizdən bu nəticəni soruşmuş. 945 cavab olacaq 945 A variantı. Daha sonra baxa bilərik, məsələn, baxaq nəyə? Baxaq 24-cü suala. 24-cü sualda baxırıq ki, A, B 8 ədədini A-ya vurub və nəticəni C0, B, B alıb. Buradan hələ ki bir şey görə bilmirik. Amma düşsək aşağı, A, B 8 ədədini B-yə vurub və nəticəni C, A 9, 2 yazıb. 8-i B-yə vuranda sonu 2 ilə bitən bir 4-dür, bir də 9-dur ki, 72 olar. Bir dənə 4-ü yoxlayaq, sonra da yoxlayaq nəyi? 9-u. 4-ü yazsam düzgün olarmı? 4-ü yazsam 8 dəfə 4-ün 32, 2 yazıram, 3 yadda, 4 4 16, 3 yadda nə olur? 19. 4 ödəyir. Bəs 9-a baxaq görək. 9-da problem yaranacaq. B-nin yerinə 9 yazsam. 9 dəfə 8-in 72. 2 yazıram 7 yadda. 9 dəfə 9-un 81. 7 də yadda 88. Gəlib burada 8 yazılsaydı biz ora 9 yaza bilərdik. Ona görə biz ora artıq 9 yaza bilmirik. Hökmən B-nin yerinə 4 yazırıq. B-lərə 4 yazandan sonra avtomatik gətirib bütün B-ləri 4 edirik. Bütün B-ləri 4 edəndən sonra baxıram ki, 4 dəfə 8-in 32, 2 yazdım. Burada 4 yazaq. Aha. 4 dəfə 8-in 32, 2 yazdım, 3 yadda, 16, 3 də yadda, 19. 9 yazacağım, 1 yadda. A-nı da 4-ə vurub C, A alınıb. Və təbii ki, burada da 1 yadda var. Bu hələ ki bizə heç nə demir. Bəs burada baxacağımız digər məqam nədir? B-lərin yerinə 4 yazaq. Digər baxacağımız məqam ondan ibarətdir ki, 8-i A-ya vurub və nəticəsini 4 alıb. 8-i neçəyə vursam sonu 4 ilə bitər. 8-i 3-ə vursam sonu 4 ilə bitər. Başqa bir yolu yoxdur. Deməli, A-nın yerinə nə yazılmalıdır? 3 yazılmalıdır. A-nın yerinə 3 yazandan sonra artıq düzəldir. 3 yazıram bütün A-ların yerinə. Artıq ondan sonra C-ni də tapa bilirik. 348-i 3-ə vursam nəticə bizə 1044 verər. Həqiqətən də 348-i təzədən 4-ə vursam 1392 almış oluram. Və bununla da bütün hərflərin yerinə düşəcək rəqəmləri tapdıq.
A-nın yerinə 3 dedik, B-nin yerinə 4 dedik, C-yə də 1. Bunların da toplamı bizə verir 8-i. Doğru cavab olur 8. Baxaq məsələn 28-ə. 28-ci sualda KL mədədini 3-ə vurub və nəticəsini sonda 8, n, 7, 5, 8 alıbdır. Burada birinci toplama hissəsindən də gedə bilərik, vurma hissəsində. M-i 3-ə vurub sonu 8 ilə bitib. Bu yalnız və yalnız 6 ola bilər. M-in yerinə gətirib 6 yazandan sonra 6 dəfə 3-ün 18, 8 yazıram 1 yadda. Eli 3-ə vurmuşam. Pilusdakı 1 yadda qalıb 5 yazılıb. Deməli, eli 3-ə vuranda son 4 ilə bitməlidir. Bu da yalnız və yalnız 8-dir ki, 8-i 3-ə vururam 24. Bir də yadda qalır 25. 5 yazılır, 2 yadda qalır. 2 yadda qalır. Mən də K-nı 3-ə vururam. 2 də yadda qalır, 7 olur. Deməli, nəsə 5 ilə bitməlidir. Bu da olur 5. Təbii ki, bu da olur 15, 17, 15, 2 də yadda 17. K ilə M tapdıq 586. Artıq 586-nı da 4-ə vurub R, S, P ədədini tapmaq olar. 6-nı 4-ə vurdum 24. 4 yazıram 2 yadda. 8 dəfə 4, 32, 2 yadda 34. 4 yazırıq 3 yadda, 23 də yadda 23 və beləcə bütün hərfləri tapırıq. Aşağıdakı n-i də yazaq. 8 düşdü aşağı, 5 ilə 4, 9, 7 ilə 4, 11, 1 yazırıq, 1 yadda, 1 ilə 3, 4, 1 də yadda 5 və R də gəlir düşür aşağı. Hamısını gətirib yerinə yazaq. 5, L-in yerinə 8, M-in yerinə 6, N-in yerinə 1, P-yə yazırıq. P hardadır? P yazdıq 4, S-ə yazırıq sonra 3 və R-in də qiyməti olur 2. Bunu toplayanda 29 almış oluruq. Cavab olacaq 29 B variantı. Baxaq məsələn 30-cu suala. 30-cu sualda baxın nöqtələrin sayı çoxdur. Birinci nöqtələrin yerinə dayanan ədədi 1-ə vuranda 200 neçəsə alıb. Əgər bir ədədi mən 1-ə vururamsa, ədədin özü alınmalıdır. Onda bu nöqtənin də yerinə 2 olmalıdır. Həmin ədəd 200 neçəsə olmalıdır. İndi 200 neçəsəni baxıram ki, burada dayanan keçirəm ikinci sıraya. 2-ni nəyəsə vurmuşam, sonu 0 ilə bitib. Bu ya 0 ola bilər, ya da ki 5 ola bilər. Amma buradakına baxın. 2-ni nəyəsə vurmuşam, nəsə yadda. Əgər 0 yazsam bura sona 0 yazsam. 2-ni 0-a vurdum 0, yadda qalan heç nə yoxdur. Bax, buradakı nöqtəni 2-yə vurub nəticəni 1 almalıyam. 2-ni heç nəyə vurub nəticədə 1 ala bilmərik. Çünki 2-ni nəyəsə vursaq 3 ədəd etməlidir. Onda belə çıxır ki, oradan 1 yadda gəlir bizə. Burada olan ədəd deməli nə imiş? 5 imiş. Ona gəlib bu tərəfə də 5 düşür. İndi baxırıq ki, 200 neçəsə və burada 5-dir. Bu ədəddən 5-i 2-yə vurdum 10, 0 yazdım 1 yadda. 2-ni, məsəl üçün, nöqtəni vururam 2-yə, 1 də yadda qalır 1 yazılır. Demək, nöqtəni 2-yə vuranda bu 0 ilə bitməlidir. 0 ilə bitməlidir. Bu da təzədən ya 0 olur, ya da 5 olur. Ola bilər 0 olsun, ola bilər 5 olsun. 5 olanda bizdə ziddiyyət yaranır. Niyə? Çünki 255-i təzədən buradakı nöqtəyə vuranda 600 neçəsə etməlidir. 255-i heç nəyə vurub 600 neçəsə ala bilmərik. Çünki 255-i 1-ə vuranda 255 olur, 2-yə vuranda olur 510, 3-ə də vuranda artıq aşıb gedir. 700-ü aşır. 710, 725 olur. Yəni çox olmuş olur. Ona görə də 5 yox, biz onun yerinə gətirib 0 yazmalıyıq. Oldu 205. Artıq bununla tapmaq olar. 205 burada yazdıq 205-i. 205-i 2-yə vuranda nəticə 410 eləyir. 205-i də nəyə vursam 600 neçəsə eləyər? Təbii ki 3-ə. 615 edər. Artıq bununla biz düşüb aşağıdan C-ni tapa bilərik. B yazılır. Bura 0 yazılır. Bura 5, 1, 2-nin cəmi bizə verir 8-i. Bu 5, bu da 6 olmuş oldu. Demək, C-ni soruşur bizdən. C də olur 8. Doğru cavab olacaq 8. B variantı.
Daha sonra buradakilərin hər biri eyni tipdə vurmada, hamısını eyni tipdə həll edirik. Məsəl üçün 38-ə baxaq. 38-də yenə də vurmanı özümüz üçün səsləndiririk. 2AB-ni C-yə vurmuşam və nəticəni 400 neçəsi almışam. 2-ni təbii ki 200 ilə başlayan bir şey 1-ə vursam 200 ilə başlayar. 2-yə vursam ancaq 400 neçə ilə isə başlaya bilər də, elə deyil. Çünki 3-ə vursaq 600 neçələrəsə keçəcək. Deməli 2AB ədədini 200 neçəsi ədədini 2-yə vursam 400 neçəsi olar. Buradan vurma hissəsindən başqa nəsə təyin edə bilmirəm, keçirəm toplamaya. Buradakı nöqtə aşağı 8 düşübsə, nöqtənin yerinə 8 olmalıdır. Əgər bura 8 isə, bir dənə baxın, 2AB-ni burada da C-yə vurub, burada da C-yə vurub. Onda bunun nəticəsi də 400 neçəsə 8 olmalıdır da. Yəni buradakı nöqtəni hələ ki bilmirik. Onu təyin eləyəcəyik indi. Yəni 2AB-ni C-yə vurdu, nəticə 408. Təzədən 2AB-ni C-yə vurur, nəticə 400 neçəsə 8 olmalıdır. Aha. Onda bu nöqtəni təyin eləyə bilərik. 8-in üzərinə bu nöqtəni gələndə 4 eləyir. Deməli 14 olur. Bu da olur 6. Nöqtənin yerinə yazdıq artıq 6. Bu nöqtənin yerinə 6 yazmışıqsa, burada 6 yazmalıyıq. Avtomatik. Onda 468 nəyi 2-yə vursam 468 olar? 234-ü. Onda 2AB bizdə 234-üymüş əslində. Və biz də 234-ü gəlib burada B-nin yerinə 4 yazandan sonra 4-ə vururuq. Nəticəni alırıq. 4 dəfə 4-ün 16, 6 yazırıq 1 yadda, 4 üçün 12, 1 yadda 13, 3, 1 yadda, 8, 1 yadda 9. Elə bizdən ABC-ni soruşur, artıq A-nı tapmışıq 3, B-ni 4, C-ni isə tapmışıq neçə? 2. Bu da bizə verir 24. Hasil 24-ə bərabər olmuş olur. Baxaq məsələn 40-cı suala. Burada 40-cı sual biraz belə deyək də bu tapşırıqların içərisində çətin tipdə sayılan bir sual nümunəsi idi. 40-da nə etməliyik biz? 40-cı sualda baxırıq ki, oxuyuruq. BCD ədədini C ədədinə vurur və nəticəsini VMLC almış olur. Daha sonra buradan heç bir rəqəm verilməyib, bizə də ipucunu buradan ala bilmirik. Keçirəm ikinci sətrə. İkinci sətirdə görürəm ki, BCD ədədini D ədədinə vurub və MNL D alıb. D-ni D-yə vurub, sona D yazıb. Bu təbii ki 1 ola bilməz, çünki 3 rəqəmli ədədi 1-ə vursam 3 rəqəmli olardı. Bu 4 rəqəmli ədəddir. Bu ya 5-dir, ya da 6-dır. Yəni BCD-nin yerinə, ya D-nin yerinə ya 5 yazacağam, ya da 6 yazacağam. Əgər D-nin yerinə 5 yazsam, D-nin yerinə gətirib 5 yazsam, nə olacaq? C-ni ikinci dəfə 5-i C-yə vurmuşam, nəyəsə vurmuşam və C-nin özü eləyib. 5-i hansısa bir ədədə vursam, həmin ədədin özü eləyər. Belə bir ədəd yoxdur. 0-a vursam ancaq 0 eləyər də, çünki 5-in vuruqları ya 5 ilə bitir, ya da 0 ilə bitir. C də 5 ola bilmir, çünki artıq biz D-yə 5 demişik. Ona görə C-yə də 5 deyə bilmirik. C-nin yerinə qalır 0. Əgər bu C 0 olsa, buradakı ədədlər ümumiyyətlə hamısı 0 olardı. Çünki istənilən bir ədədə 0-a vuranda nəticə 0 olur. Belə çıxır ki, D-nin 5 olması ziddiyyət təşkil edir. Deməli, D nə olmalıdır? D 6 olmalıdır. D-nin yerinə 6 yazandan sonra artıq keçirik baxmağa. C-nin yerinə qiymətlər təyin etmək üçün. 6-nı C-yə vurmuşam və nəticəsi C alınıb. Bu yalnız 2 ola bilər, 4 ola bilər və 8 ola bilər ki, 6-nı 2-yə vursam 12, 2 ilə bitər. 4 varsam 24, 4 ilə bitər. 8-ə vursam 48, nə ilə bitər? 8 ilə bitər. İndi keçirəm digər ədədlərə. C-nin yerinə məsələn 2 yazsaq. C-nin yerinə 2 yazsaq nə olacaq? Digərlərini yoxlayaq, problemi göstərək ki, niyə o birisilər ola bilmir. 4 yazanda C-nin yerinə 6-nı 4-ə vurdum, 24, 4 yazdım, 2 yadda. 4 dəfə 4-ün 16, 2 də yadda 18. 8-i yazıram bura. 8 yazanda avtomatik 8 ilə 6-nın cəmi 14. Bura 4 olmalıdır. Axı bizdə həm C, həm də V 4 ola bilməz. Ona görə də
C-nin yerinə 4 qiyməti uyğun gəlmir. C-nin yerinə 8 yazsam bəs? Yəni baxın 8 yazanda problem nə olur? 6 dəfə 8-in 48. 8 yazıram 4 yadda. 8 dəfə 8-in 64. 4 də yadda 68. Elin də qiyməti gəlir 8 çıxır. Necə ola bilər ki, həm C-nin qiyməti 8 olsun, həm də elin qiyməti 8 olsun? Şifrəli əməllərdə hər bir hərf fərqli bir rəqəmlə şifrələnməlidir. Ona görə 8 də ola bilmir. 4 olmadı, 8 olmadı. Yerə qalır 2. Deməli, C-nin yerinə də biz 2 yazmalıyıq. 6-nın yerinə 2 yazan, 6-nı 2-yə vurandan sonra 12. 2 yazırıq 1 yadda. 2-ni 2-yə vururuq 4, 1 yadda 5. Bunu yazdıq bura. B-ni də 2-yə vurmuşuq və M-lə bitib. Bu qalsın. Artıq buradan 5 ilə 6-nın cəmi bizə V verirsə, toplama hissəsinə baxıram. 5 ilə 6 11 edir. 1 yazırıq, 1 yadda. M və L-dən baxıram, gətirib bura 1 yazacağım. 1 yazandan sonra görürük ki, bizdən nəyi soruşur? M, N, L, V cəmini soruşur. M ilə L-in cəmi bizə 0 edib. Deməli, onların cəmi 9-dur ki, 1 yadda olub. Deməli, nə olub? 1 yadda qalıb və nəticə olub 10. 1 yadda qalıb ən sonda. İndi baxıram ki, buradan mən necə tapa bilərəm? Bu ədədi 6-ya vuranda avtomatik L-i tapa bilirəm. B26. Bu B26 nədirsə, bu ədəd. Bu ədəd 6-ya vuranda nəticəsi bu verir. 6-nı 6-ya vurdum 36. 6 yazıram 3 yadda. 6 dəfə 2-nin 12, 3 də yadda 15. Avtomatik L-i 5 tapdıq. L-i 5 tapandan sonra digərlərini tapmaq çox sadə olur. Dedik ki, burada 1 yaddadır. 5 ilə 6-nı topladım 11, 1 yazdım 1 yadda. 5 ilə M-i toplayıram, 1 də yadda 10 yazılıb. Onda M olur 4. M-in yerinə avtomatik 4 gətirib yazandan sonra N-in də yerinə 3 düşmüş olur. Всё. B26-nı 2-yə vuranda 1452 alınırsa, B-nin yerinə yazmaq üçün 1452-ni 2-yə bölməliyəm. Bu da bizə verir 726. Artıq B-nin də yerinə 7 tapmış olduq. Heç bizdən B-ni soruşmurdu. M-i soruşur 4, N 3, L. L hardadır? 5 və V ədədi də oldu 1. 4, 3, 5, 1 toplayırıq və nəticə bizə verir 13. Doğru cavab olur 13. B variantı. Artıq keçək bölməyə. Bölməyə aid misallarda nəyi bilməliyik? Adi, qollu, budaqlı bölmə əməlini tətbiq edirik bu suallarda. Birincisi, bölmədə bilməli olduğumuz ondan ibarətdir ki, bir ədədi nəyəsə böləndə həmişə bölən qalıqdan böyük olmalıdır, mütləq şəkildə. Mən bir ədədi 5-ə bölürəmsə, məsəl üçün, tutaq ki, bir A ədədini gəlib 5-ə bölürəmsə və burada bir B düşürsə, burada da məsəl üçün nəsə çıxıram və sonda 6 qalıq qala bilməz. Bir ədədi 5-ə böləndə yarana bilən qalıqlar 1-dən 4-ə qədərdir. 1 4-ə daxil olmaqla. Yəni 0 da ola bilər sözsüz ki, 0, 1, 2, 3, 4. Qalıq həmişə böləndən balaca olmalıdır. Yəni bunları biz bölmədə nəzərə almalıyıq. İndi baxaq məsələn 42-ci sualda bizdə A-nın minimum qiymətini soruşur. Mən baxıram ki, A-nı B-yə böləndə cavab 3 düşüb, qalıqda 6 qalıb. Daha sonra baxıram ki, o B özü də C-dən asılıdır. B-ni C-yə bölmüşük, 4 düşüb, qalıqda 7 qalıb. Əgər B-ni C-yə böləndə bizə minimal qiymət, A-nın minimal qiymətini soruşursa, B-nin və C-nin minimal qiymətləri üzərində işləməliyik. Çünki A B-dən asılıdır, B də C-dən asılıdır. Baxırıq ki, C-yə yaza biləcəyimiz minimal ədəd hansıdır? Əgər mən B-ni C-yə bölüb qalıqda 7 almışamsa, C-nin yerinə yaza biləcəyim ən kiçik ədəd 8-dir. Qalıq 7-dirsə, bölən minimum 8 ola bilər. C-nin yerinə avtomatik 8 yazandan sonra B-ni hesablaya bilirik. Məsəl üçün, A ədədini B-yə bölürəm, bir C qalır, qalıqda da bir D ədədi qalırsa, onda A ədədi nəyə bərabərdir? BC üstə gələk D-yə bərabər olmuş olur. Yəni, bölünəni bölənə bölüb qismət alırıqsa, bölünəni təzədən tapmaq üçün neynəməliyik? Qisməti vurmalıyıq bölənə, üzərinə də qalığı gəlmək lazımdır. Prinsip budur, qayda budur.
İndi B-ni tapmaq üçün nə etməliyəm? Qisməti vurmalıyam bölənə və üzərinə də gəlməliyəm qalığı. B-nin qiymətini tapdım 39. B-yi 39 tapandan sonra artıq gətirib B-nin 39 qiymətini yazıram burada. A-nı necə tapıram bəs? Eyni prinsip. 39-u vururam 3-ə, eləyir 117 və üzərinə qalığı gəlirəm. 6-nı gəlirəm, cavab olur 123. Deməli, A-nın minimal qiyməti nəyə bərabər imiş? 123-ə bərabər imiş. Daha sonra burada baxa bilərik başqa sual nümunələrindən. Məsələn, 47-yə baxaq. 47-ci sualda nə verilib? 47-ci sualda verilir ki, bölmədə prinsip nədən ibarətdir? Bir ədədi bölürük. Məsəl üçün, bölürük 1736-nı, böləcəyik 12-yə. Necə bölürük? 17-ni 12-yə bölürük bir dəfə. 12-ni 1-ə vururuq 12. Aşağıdan çıxma nəticəsini yazırıq. 53. 53-ü 12-ni böləndə 4 dəfə düşür. Da yazırıq 48. 48 çıxanda 56. 56 da 12-nin içərisində 4 dəfədir. 48. 56-dan da 48 çıxanda sonda 8 qalıq qalmış olur. Yazmaqda mənim məqsədim nədən ibarətdir? Bu ədədləri göstərmək. Burada yazdığımız 12, burada yazdığımız 48, burada yazdığımız 48 nəyin nəticəsidir? 12-nin 1-ə vurulmasının, daha sonra 12-nin 4-ə vurulmasının nəticəsi 48. 12-nin digər 4-ə vurulmasının nəticəsi 48. 1-ə də vurulması dedik 12. Yəni, burada yazılan ədədlər nəyi göstərir? Buradakı ədədin bir-bir bunlara vurulmasını, bu ədəd bunu göstərir, 2K-nın 5-ə vurulmasını göstərir və s. Bu formada həll edirik. İndi keçirik misalımıza baxmağa. K ədədini 2K-ya bölüb nəticədə M alıb və 2K-nı M-ə vurub nəticədə 2K alıb. 2K-nı nəyə vursam 2K olar? 1-ə. Onda belə çıxır ki, M-in yerinə olmalıdır 1. M-in yerinə 1 gətirib yazandan sonra 116-dan 110 neçəsəni çıxıram və qalıq 1 qalır. 116-dan neçə çıxsam 1 qalar? Təbii ki, 115. T-nin də yerinə oldu 5. Bəs bu 115 nəyin göstəricisidir? Buradakı 115 2K ədədinin 5-ə vurulmasının nəticəsidir. 2K-nı 5-ə vurub 115 almışamsa, 2K-nı tapmaq üçün 115-i 5-ə bölməliyəm. 115-i də 5-ə böləndə 23 alırım. Artıq K-nın da yerinə 3 tapdıq. K-nın yerinə 3 tapandan sonra artıq sadə formada həll etmək olar. Mən 30 neçədən 23 çıxıb 11 almışam. Deməli, bu nə imiş? 34 imiş. N də 6-dır ki, 6 gəlib bura düşüb. Artıq bizdən KLT cəmini soruşur. K-nın cəmi 3-dür, L 4-dür. T isə bizdə nə idi? 5 idi. 3, 4, 5 cəmi bizə verir 12. Yəni, bu prinsiplə, bu qayda ilə həll edirik. Olduğu kimi bölürük. Məsələn, 46-cı sualda. 46-cı sualda edəcəyimiz nədir? 8M-dən 84 çıxıb 3 alırsa, M-in yerinə almalıyam 7. Burada M-in yerinə 7 yazandan sonra bu 84 nəyin nəticəsidir? Bu ədədin 7-yə vurulmasının. Nəyi 7-yə vuranda 84 alırıq? 12-ni. Deməli, burada da bunların yerinə düşür 12. 12 olandan sonra L-in yerinə 2 yazıram. Neçəsə 2-dən 84 çıxıb 8 almışam. Onda bu nədir? 92-dir. 927 imiş bizim ədədimiz. Bizdən də bunların rəqəmlərinin cəmini soruşur. 9, 2, 7 nəticəsi bizə verir 18. Doğru cavab olur 18. Y variantı. Daha sonra baxa bilərik 49-a. 49-cu sualda bu ədədi bölüb 1C-yə, düşüb C və nəticədə alınıb 110 neçəsə. Baxın, 1C ədədini C-yə vurub nəticəni 110 neçəsə almışamsa, burada C-nin yerinə mən 2 yaza bilmirəm, 3 yaza bilmirəm. Nəticə yəni 3 rəqəmlidir da. Nəticənin 3 rəqəmi olması üçün ora yazacağım ədəd minimal olaraq 7-dir və sadəcə olaraq 7-dir. Çünki 5 yazsaq olur 75, 6 yazsaq 16-nı 6-ya vuranda olur 96. 8 yazsaq da 18-i 8-ə vuranda nəticə 110 neçəni aşır, olur 144. Deməli, C-nin yerinə yazacağım yeganə ədəd 7-dir. C-nin yerinə 7 yazandan sonra vuraq tapaq görək. 17-ni 7-yə vuranda nəticə bizə verir 119. 119 edir. Baxıram ki,
A-nın yerinə hələ ki nə yazacağımı bilmirəm. Amma buradan təyin eləyə bilirəm A-nın yerinə nə yazacağımızı. Çünki A-dan 9 çıxıb, bura Y yazıb. A balaca ədəddir, deməli buradan 1 yadda alıb. Və buradakı A-dan da 1-i gedib, 1 çıxmışam, heç nə qalmayıb. A-nın yerinə deməli nə imiş? 2 imiş. A-nın yerinə 2 imiş ki, 2 özündən birini ötürüb bu olub 12. 12-dən 9 çıxmışıq, 3 qalıb. 2-dən də 1 ötürmüşdü, 1 qalıb. 1-dən 1 çıxanda 0 qalır, yazmırıq bura. 30. 30 neçəsəni 17-yə böləndə baxıram ki, A-nın yerinə zaten 2 tapmışıq. 17-ni də 2-yə vururam, 34. Deməli, B-nin də yerinə gəlir, düşür 4. 34-dən 34 çıxanda 0. A-nın yerinə tapdıq 2, B-yə tapdıq 4, C-yə də tapdıq 7. 6 plus 7 nəticə bizə verir 13. Doğru cavab olur C. Yəni bölmədən başqa baxa bilərik məsələn nəyə? Bölmədən baxa bilərik 56-cı suala. Burada bizdən K-nın qiymətini soruşur. Biz ilk öncə L-i tapmalıyıq. Bir ədədi. Əgər burada baxsaq, bu ədədi almaq üçün nə etməliyəm? Buradakını 5K L ədədini almaq üçün L 5 ədədini, təbii ki, bunlar ədəddir. Vurmalıyam 7-yə, üzərinə də 3 gəlməliyəm. Mən avtomatik artıq buradan L-in qiymətini tapa bilirəm. Çünki 5-i 7-yə, bir ədədi 5-i 7-yə vuranda 35, sonu 5 ilə bitir. Üzərinə də 3 gələndə sonu 8 ilə bitir. Deməli, burada L-in qiyməti hökmən 8 olmalıdır. Artıq K-nı da yerinə qoyub yaza bilərik də. 85-i vururuq 7-yə, üzərinə də 3 gəlirik. 85-i 7-yə vuranda nəticə bizə verir 595. 3 də gələndə olur 598. Deməli, K-nın yerinə nə olmalıdır? 9 olmalıdır. Doğru cavab olur 9. A variantı. Həmçinin də digərlərində bu formada həll edirik. Sonra baxa bilərəm nəyə? Baxaq 53-ə məsələn. 53-ə baxırıq ki, K-il ədədini MN-ə bölüb 2 düşüb və 2 düşüb nəticəni 84 yazıb. Onda MN-i tapmaq olur buradan çox rahat bir şəkildə. Çünki MN-i 2-yə vuranda 84 alınıb. Belə çıxır ki, MN nə imiş? 42. MN 42 imiş. 42-ni 2-yə vurdum 84. K-il ədədindən 84 çıxıb 13 qalıb. Onda K-il nə imiş? 97 imiş. K-ilin də yerinə gətirib 97 yazıram. 97 yazandan sonra bura düşür 132. T-yə vurmuşam. 42-ni T-yə vurmuşam və nəticəni sonda 6 almışam. Bu ya 8-dir ya da 3-dür. 8 yaza bilmirəm çünki 300 neçəsə olardı. 370 neçəsə olur. 330 daha doğrusu 6 olmuş olur. Ona görə bura T-nin yerinə yazıram 3. 42-ni 3-ə vuranda nəticə bizə verir 126. 132-dən də 126-nı çıxanda nəticəni almış oluruq 6. Sonda 64 yaranır. 64-dən nə çıxıram? M2-ni çıxıram. M nə idi? 4. 42-ni çıxıram. Nəticəni alıram 22. Bu qalıqlı bölmə idi. İndi biz tapdıq T-ni nə? T-ni tapdıq. T hardadır? 3. N-i tapdıq 2. H-ı da tapdıq. 42-ni nəyə vuranda 42 edir? 1-ə. H-ı da tapdıq 1. 3, 2, 1 cəmi bizə verir 6. Doğru cavab olur 6. B variantı. Daha sonra nəyə baxa bilərik? Nəyə baxa bilərik? Baxaq 58-ə. Rəqəmlər çox görünür. Baxıram ki, M-i N-ə vurur, M alır. Onda N-in qiyməti 1-dir. N-in qiymətinə gəldik, yazdıq 1. N-ə 1 yazandan sonra N-i yerinə gətirib mən bura 1 yazıram. Baxıram ki, buradakı 110 nəyin nəticəsidir? MM-in 5-ə vurulmasının nəticəsi 110-dur. Artıq oradan avtomatik MM-ləri də tapa bilirəm ki, 22-dir. Çünki 22-ni 5-ə vuranda 110 eləyir. M-ləri də tapdıq 2. M-in yerinə 2 yazandan sonra 122-dən 10 çıxıram. Neçə edir? Bura 2 eləyir, bura 1 eləyir. 120 neçədən də 110 çıxıram. Nəticəsi bizə 16 verir. Onda avtomatik R-in qiyməti 6 olmuş olur. Hamısını tapdıq. Nə qaldı? K qaldı. Onu da buradan tapa bilirik də. K-ildən 22 çıxanda 12 alınıbsa nə olmalıdır?
olmalıdır neçə? Bu da olmalıdır 34. Çünki m'ləri 2 tapdım. KL-dən N'i zaten 1 tapmışdıq. Heç R'i tapmağa ehtiyac yox idi. Bizdən KL cəmini soruşurdu. Buradan diqqətlə baxırıq ki, KL ədədindən 22-ni çıxanda 12 alınır. Onda KL olur 34. K-nın yerinə 3, L-in yerinə 4. K 3, L 4. Bunların da cəmi bizə verir 7. Doğru cavab olur 7. E variantı. Sonra baxa bilərik nəyə? Baxa bilərik nəyə? 65-ə baxaq. 65-ci sualda M-i S-ə bölüb Y-S yazıb. S-i indi bölmədən qayıdıram. S-i Y-ə vurur, S yazır. S-i nəyə vursam S yazaram? Təbii ki 1-ə. Y-in yerinə gəlir, düşür 1. S-i 1-ə vurdum S. M-dən S çıxdım, Y-S yazdım. Diqqətlə baxsaq, S-i S-ə vurur, sonu S-lə bitir. S-i S-ə vurub sonu vurmanın nəticəsi buradadır da. S-i S-ə vurub sonu S-lə bitir. Bunlar hansıdır? Biri 1-dir, biri 5-dir, biri 6-dır. Artıq biz 1-i istifadə etmişik. Həm də ki S-i 1-ə vursam elə S bir rəqəmlə də dolardı da. 2 rəqəmlidir bu. Ya 5-dir, ya 6-dır. Elə bizdən də minimum və maksimum soruşur. Minimumu 5, maksimumu 6 olur. Yenə də gəlin göstərək. Niyə 5 olur, niyə 6 olur? S-in yerinə 5 yazsam, nəticə bizə nə verəcək? 75 verəcək. Buradan da gəlirəm 5 çıxıram, 25 qalır. 25-dən də 25 çıxırıq 0. Bu tamamilə ödədi. Minimumuna yazdıq 5. De gəlirəm 6-nı yoxlayıram. Y zaten 1 idi. Burada 6 yazanda nəticə olur 96. 96-dan çıxıram 6 qalır 36. Heç bir rəqəm toqquşması baş vermir. 6 da tamamilə şərtimizi ödəyir. Minimum 5, maksimum 6. Cəmləri də edir bizdə 11. Bu formada. Sonra bu tipdə olan suallarda nə edirik? A, B, A, B, A ədədini A, B-yə bölürük. Gəlib kənarda bölək. Bölürük A, B-yə. Aha. Birinci A, B-ni A, B-yə böləndə cavab düşür 1. Çıxıram A, B-dən A, B-ni, qalır 0. Bir dənə ədədi düşürdüm. Bir ədəd düşürəndə 0 atmalıyam. Yəni, bir ədəd düşürdüm, bölünmürsə 0 atıram. Növbəti ədədi düşürürəm. AB. AB-ni AB-yə bölürəm, 1 düşür. Yazıram bura AB. Düşdü 0. Bir dənəsini düşürürəm. Bölünmürsə 0 atıram və qalıq da elə. Buradan da 0 çıxıram, qalır A. Deməli, cavab 1010 düşür, qalıq da A qalır. A, B, A, B, A ədədini A, B-yə böləndə sıfırların alınması mərhələsində diqqətli olmaq lazımdır. Niyə 0 yazılır ora? Niyə 0 yazılmır? Ona diqqət yetirməliyik. Çünki bölmədə belədir ki, yəni biz yuxarıdan aşağı bir dənə ədəd düşürürüksə, orada 0 falan yazmırıq. Amma 2 dənəsini eyni anda düşürürüksə, mütləq ora 0 yazmalıyıq. 2 dənəsi eyni anda düşürsə, mütləq 0 yazılmalı. Bu da bizə deyir, qalıq nədir? 3-dür. Qalıq 3-dürsə, bizə də qalıq A idi. A-nın yerinə 3 olmalıdır. X-in də yerinə düşür 1010. 1010-la da 3-ün cəmini bizdən soruşur, olur 1013. Sonra baxa bilərik nəyə? 68-ci suala. 68-ci sualda M ədədini L-ə bölür və nəticəni 21 alır. Bunu mərtəbələrə ayıraraq yazmaq daha sadədir. Ədədin mərtəbələrə ayrılışı yazırıq 100M, 10L və M. Nəyə bərabər olur? 21 vur L-əmədə. Yəni, bölünəni tapmaq üçün böləni qismətə vururuq. 21-i də vururuq L-M ədədinə. L-M ədədinin də açılışı təbii ki 21 vur 10L plus M-dir. 10L plus M. Buradan bir tərəfə keçirəndə 101M üstə gələk 10L bərabərdir. 210L üstə gələk 21M. Bunu yazdıq. Buradan çıxsaq 80M bərabərdir. 200L alırıq. Və hər tərəfdə 10-a bölüb təzədən 4-ə, yəni 40-a bölsək 2M bərabərdir 5L almış oluruq. Buradan da yerlərini dəyişəndə M-in yerinə 5, L-in yerinə 2 tapmış olmuş olduq.
İndi bizdən də ML cəmini soruşur. 2 ilə də 5-in cəmi bizə verəcək 7. Doğru cavab olur 7. Növbəti baxa bilərik bölmədən başqa tiplərə. Bax, məsəl üçün AB-də 9-u B-yə vurub, üzərinə 2 gəlib və nəticəsi B olub. Bunu da təzədən 10A üstə gələk B bərabərdir 9B üstə gələk 2 formasında yazmaq olardı. Bizdən də A plus B cəmini soruşur. Əslində bunun yerinə başqa qiymət verərək də tapmaq olar. Yəni 1 versək zaten olmur. 1 versək gəlir nəticə 11 çıxır, rəqəmlərin toqquşması olur. 2 yazsaq 9 2 18, 2 gəlib sonu 0 olmalı idi. Bu da ola bilmir. Bunu rəqəm qoymaqla da edə bilirik. 3 yazıram 27, 2 29. 1 3 oldu, 1 9 olmadı. 4 yazsaq bəs nə olur? 4 yazanda 36, 2 38 gəlir 8 düşür. 4 də yaza bilmirik. 5 yazanda 5 2 gəlir, bu 7 olur. Bunu da yaza bilmirik. 6 yazanda amma görün nə olacaq? 6-nı 9-a vururuq 54, 2 də qalır 56. Всё, gəlir bura düşür 56. A ilə B-nin cəmi olur 5 ilə 6 11. Bu formada. Digər bütün halları yoxlasaydıq heç birində alınmayasıydı. 7-yə vururam, bura gəlir düşür 5. 8-ə vuranda gəlir burada olur 4. 9-a vuranda 81, 2-də qalıqdı 83. Gəlir 3 düşür. Yəni ədədlər üst-üstə, B-lər üst-üstə düşmür. Yeganə 5 və 6 halındadır ki, gəlib üst-üstə düşür. Və yaxud da ki, bu formada demək olardı da 10A çıxaq 8B bərabərdir 2. Hər tərəfdə 2-yə bölsəm 5A çıxaq 4B bərabərdir 1 olmalıdır. İndi buradan da sonra artıq bir növ qiymət qoymaqdır. O da necə? 5-i A-ya vuranda bu ədəd ya 5-lə bitməlidir, yəni ya da 0-la bitməlidir də. Bu da nəyə bərabərdir? 5A bərabərdir 4B üstə gələk 1. Təbii ki, bu ədəd 0-la bitə bilmir, uzağı 5-lə bitməlidir. 5-lə də bitməsi üçün bu ədəd 4-lə bitməlidir. 4-ü də nəyə vursam 4-lə bitər? Yalnızca 6-ya. B-nin qiymətini tapırıq 6, B-nin də yerinə 6 qoyan kimi avtomatik A-nın 5 olması çıxır. Yəni bu formada da həll etmək olar. Müxtəlif üsullarla həll edə bilərik. 70-də bizdən maksimum x-i soruşur. Baxın, x-i bölmüşəm 30-a, cavab düşüb y və qalıqda da qalıb y kvadratı. Biz nə demişik? Qalıq həmişə nədən kiçik olmalıdır? Böləndən kiçik olmalıdır. Y kvadratı 30-dan kiçik idisə, y ola bilər 1, y ola bilər 2, olar 3, olar 4, olar 5. Artıq 6 yaza bilmirəm, çünki kvadratı olur neçə? 36. Y-in yerinə x-in maksimum qiymətini tapmaq üçün y-in də yerinə maksimum ədəd yazmalıyım. Gətirib y-ə yazıram 5. Y-ə 5 yazandan sonra bu da olur 5-in kvadratı, yəni 25. X-i tapmaq üçün nə edirəm? 30-u vururam 5-ə, üzərinə də qalığı gəlirəm, yəni 25-i gəlirim. 150-nin də üstünə 25 gələndə cavabı almış oluruq 175. Doğru cavab olur 175. C variantı. Daha sonra baxın, bu tip sualların hamısında da təzədən, yəni eyni prinsip, eyni qaydadır. A-ları tapıb bərabərləşdirəcəyik. A-nı tapmaq üçün nə etməliyəm? B çıx 2-ni 3C-yə vurmalıyam. Gəlib 3C-ni B çıx 2-yə vuranda 3BC çıx 6C alıram. Bu tərəfdən nə alıram bəs bunu vuranda? Alıram ki, BC üstə gələk 2C. Alırıq BC üstə gələk 2C. Tərəf-tərəfə keçirsəm, BC çıx 3BC çıx BC bizə verəcək 2 dənə BC. 2C-ni də 6C-nin yanına atsam 8C. C-lər ixtisar gedir. 2B bərabər olur 4-ə. B də bərabər olur 2-yə. Deməli, B-nin qiyməti olmuş oldu 2. Nəysə, səhv etmədim. 2B, daha doğrusu 2B bərabər olur 8-ə. 2B bərabər olur 8-ə. B də bərabər olur. Buradan C-ləri atandan sonra 2B bərabərdir 8 qalır. B də bərabər olur 4-ə. B-nin qiymətini ilə bizdən soruşur. O da olur 4. Bölmədə də, yəni bu formada həll edirik. Məsəl üçün, baxaq burada 89-cu suala, bununla da yekunlaşdıraq. Çünki burada bizə
müəyyən şərtlər verib. X bərabərdir 2y və çox da bir məlumat verilməyib. Deməli, y(x) ədədini h6y-ə bölür və nəticədə 330 neçəsə alır. İndi bölməyə qayıdırıq. Bölməyə qayıdırıq ki, h6y ədədini h-a vurur, nəticəsini və burada yazır. 5hx. Əvvələ baxıram, h-ı h-a vuranda 5-ə yaxın bir ədəd olmalıdır. Bu 1 olmaz. 1-ə vursam 100 neçəsə olar. 3-ə vursam artıq 1000-ə qalxar. Deməli, h-ın yerinə yazacağım yeganə ədəd 2-dir. H-ın yerinə 2 yazandan sonra 260 neçəsini 2-yə vuranda 520 neçəsə edir. X bərabərdir 2y-dir. Bu şərti ödəyən ədədlər hansılardır? Y-ə 1 yazaram, X-ə 2 yazaram. Y-ə 2 yazaram, X-ə də yazaram 4. Amma bir dənə baxın, h2-dirsə, mən artıq X və ya Y-ə 2 deyə bilmirəm. Avtomatik 2 olan hallar əlimizdən çıxdı. Y-ə 3, X-ə 6 deyərəm. Y-ə 4, X-ə 8 deyərəm. Tutaq ki, mən Y-ə 3 deyirəm. İndi baxın, Y-ə 3 deyəndə ziddiyyət yaranacaq. Niyə? Y-ə 3 dedim. Mən 263 ədədini 3-ə vuranda nə alıram? Yəni, burada nə yazmalıyam? Bu ədədin 3-ə vurulmasının nəticəsini yazmalıyam da. 263-ü 3-ə vuranda 9, 18, 8, 1 yadda, 6, 1 yadda, 7. 789 alıram. Və mən bu ədəddən 789, bu ədəd neçədirsə, buradan 789 çıxsam 52 olur. Baxın, bu şərti ödəmir. Burada çünki 1 olmalıdır ki, 1-dən 9 çıxım 2 olsun. Burada 1 olsa, 1 olsa. 1-dən 8 çıxıb 1 özündən ötürmüşdü. Bura gəlib 2 düşməli idi. Deməli, avtomatik 3 yazılması bizə ziddiyyət təşkil eləyir. Ona görə də nə edirəm? 3 və 6 halını atıram gedir. Deməli, onun yerinə, Y-in yerinə 3 olmalı deyil. Yeganə 4 yaza bilirəm. Y-in yerinə 4 yazandan sonra avtomatik X-in də qiyməti bizdə çıxır. 264-ü 3-ə vuranda, 264-ü 3-ə vuranda, zaten dedi X-də 8-dir. Gəlin yoxlayaq. 804 buradan 2 yazıram. 6 üçün 18, 1 yadda 19. 9 yazıram. 1 yadda 6, 1 də yadda 7. Həqiqətən də 844-dən 92 çıxanda nəticəni 52 almış oluruq. Və onda 264-ü 2-yə vuranda 528, bu da tamamilə ödədir. Bizdən indi X, Y, H hasilini soruşur. X-in yerinə tapdıq 8, Y-in yerinə 4, H-ın da yerinə 2. 32 vur 2, nəticəni almış oluruq 64. Cavab olur 64. Bölmədə də bu tipdə, yəni bu formada, yəni dediyimiz qaydaları nəzərə alaraq hər birini həll edirik. Burada yazılan nəticə həmişə nəyi göstərir? K-nin 1-ə vurulması K-ni göstərir. Sonra K-ni 9-a vururam, K1M alıram. K-ni N-ə vururam, 9M alıram və s. Yəni bu formada almış oluruq. Bu tipdə suallarımızı həll etməliyik. 90-a da baxaq, yekunlaşdıraq. 90-da da nə etməliyik? 90-cı sualda baxıram ki, K-ni 1-ə vurub K-ni yazıb. Bu sözsüz ki, belə olmalıdır. Sonra K5-dən K1M çıxıb 9 alıb. Onda biz buradan M-in qiymətini tapa bilərəm. 5-dən nə çıxsam 9 olar? 6. Deməli, bu da özündən 1-ni ötürür buradan. Bəs K-nın qiymətini də tapmaq olur elə buradan. K özündən 1-ni ötürüb. Buradan da 1 çıxıb 0 qalıb. Deməli, K nəymiş? 2 imiş. K-nın yerinə də oldu 2. K-nın yerinə 2 yazandan sonra baxıram ki, 216 nəyin nəticəsidir? Burada yazılan 216. K-in ədədini 9-a vurub 216 almışam. Bu da bizə verir 24. K, N oldu 24. N-in yerinə tapdıq 4. Elə bizdən də N-in qiymətini soruşur. N olur 4. Doğru cavab olur C variantı. Suallarımız bu qədər.